Bugünkü sərgidə bunun qeyri-adili odur ki, mən deyərdim ki, Azərbaycan rəssamlıq, rəhbərlik işində ilk qaranquş demək olardı, qaranquşudur. Qeyri-adiliyi, seçilən məsələlərin hamısı tarixlə bağlı, tək Azərbaycan tarixi ilə yox, dünya sivilizasiyasının əlamətlərini bu rəsm əsərlərində özünü göstərir. Bir də bu rəsm əsərlərinin qeyri-adiliyi odur ki, istər-istəməz yeni nəsildə, gənclikdə keçmişə maraq, yəni dünənini gör, bugününə tanış ol günəm. Bunun üçün bu sərginin təşkilatçılarına da dərin təşəkkür edirəm. Belə bir sərgidə iştirak etməkdən həqiqətən özümü çox rahat hiss elədim. Bizim ziyalılara belə bir sərgi yaratmaq önəmlidir ki, özlərini tanısınlar. Həm də bu yaradıcı, kreativ bir baxışdır, nəsə bir təzə bir şeydir. O cümlədən dünyanın müxtəlif şəhərlərinin epizodlarını, gözəl tarixi abidələrini, bu iş mənim sənətimə də yaxındır. Burada görürük, hətta burada Azərbaycanın gözəl məkanları, tarixi məkanları var. Qobustanı görürəm, Atəşşahı görürəm burada. Çox gözəl yaradılıb, əllərinə sağlıq. Dəyərli sənətsevərlər, xanımlar və cənablar, Məsəti xanım Hüseynovanın süni intellekt ömrün 49 adlı sərgisinə xoş gəldiniz. İsterdim ki sözü çok uzatmadan bu serginin məqsədi və eyni zamanda da serginin mənası haqqında danışım. Əmin olun ki bundan sonra sizin için bu gördüğünüz fotolar daha da bir məna kazanacak, daha bir anlamlı olacak. Məsəti xanımı təbrik edirəm. Ömrün 43 anı. Məsəti xanım, bir daha təbrik edirəm. Daha da uğurlarınız bol olsun. Həmişə biz də belə gələk sevinək. Çox sağ olun, təşəkkür edirəm. Bugünkü sərgini də gördüm, çox sevindim. Çünki mənə deyəndə ki, belə bir ideyası var. Əslində biraz başqa cür təsəvvür edirdim. Amma bugün gördüm ki, doğrudan da bir möhtəşəm bir şeydir. Çünki tarixi abidələrin qarşısında belə bir sərgi eləməyi mənə elə gəlir ki, yenilikdir. Yəni mən belə bir sərgi görməmişdim. Çox bəyəndim, uğurlar arzu edirəm. Məncə bunu davam eləmək olar. Çox da uğurlu aldım.